Mən Qazaxıstanın Kokaynar kəndindəyəm. Bu kənd Almatı vilayətinin İli rayonunda yerləşir. 1937-ci ildə repressiyalara məruz qalan azərbaycanlılar məhz buraya sürgün ediliblər. Onların arasında mənim əcdadlarım da olub. Ulu nənəm 1937-ci ildə burada vəfat edib. 10 illiklər keçib. Bugün isə mən burada yaşayan azərbaycanlıların köklərinə və tarixi yaddaşlarına necə sahib çıxdıqlarını öyrənmək üçün gəlmişəm. El bilir ki sən mənimsən, yurdum yuvam, məskənimsən. Anam doğma vətənimsən, ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan. Deyil, yaxından deyiləm, uzaqdanam mən. Öz ana vətənim Gülübulaqdanam mən. Doluxsunur gözlərim, ağlayıram mən. Bir də o yerlərə yetirin məni. Qərb Azərbaycanlı Amasya rayonunun Gülübulaq kəndindən doğulmuşam. Orada orta məktəbi bitirmişəm. Mən deməli 1976-cı ildə elə uşaq vaxtından eşitmişim ki, burada sürgünlər, məskən salıbdılar. Elə o niyyətdəydim. Dedim bir dənə gəlin bir 5-10 günlüyünə buraya dəyim. Hələ 24 yaşım tamam olmamışdı. Deməli, gəldim oktyabrın 12-də düşdüm bura. Elə qismət oldu ki, həyatım dedi mən elə həmişə 50 ilə yaxındır ki, 50 il olur ki, mən burada qalmışam. Orada ailə qurdum. 2 oğul, 1 qızım. Allah'ım bu günlər şükür ki, deməli 9 nəvəm, 4 nəticəm. Oxumağa, yazmağı bilmirdim mən əvvəllər. Kitablarda baxmadım, onlarda bir şəkillər. Mən Əcəbzadə Əminə. Mən ciddiyəm məktəbə. Gülübulaqdır, elə bir ki, hardasa 6-cı, 7-ci sinif şəklimizdir. Köhnə məktəbin qabağında lıja sevən idim. Bunu orada çəkdirmişəm, o vaxtdan qalıbdır. Atam, babam gil sürgün olublar Ermənistandan 37-də, 13 noyabrda 37-ci ildə. Mən burada anada olmuşam, burada yaşamışam, burada ailə qurmuşam. Bakıda, Azərbaycanda heç vaxt olmamışam, Ermənistanda olmamışam. Vətəni çox sevirəm, vətənə gedərdim, Qarabağa gedər yaşayardım, Şuşaya gedər yaşayardım. Bu kitabı mən 2006-cı ildə 2-ci Dünya Azərbaycanının qurultayında oranda nümayəndə idim və oradan o kitabı gətirmişəm. Bu kitabda da ki, qıssa da olsa, tez-tez bunu oxuyuram, mən rəhmət oxuyuram və sevinirəm ki, belə bir bizim rəhbərimiz vardı, belə insanımız var idi. Yaşamışam Amasya rayonunun Gülübulaq kəndində. Əkirdik, becərirdik, əkinçi ilə məşğul idik, mal, qara saxlayırdıq. Belə yaşayırdıq, yaxşı idi. Amma ki, ermənilər olmasaydı, ta yaxşı yaşayardıq. 88-ə qədər yaşamışıq orada. Ondan sonra zəlzələ olub çıxmışıq. Sonra gəldim. Almatı şəhərinə gəlmişəm, burada yaşayıram. Kokaynarda. Gözəl yerdir Qazaxıstan. Qazaxıstan cəmaatı da qəşəngdir. Qazaxıstanın özü gözəldir. İlham Əliyevə minnətdarı verirəm mən bura. Öz bu günə gəldi, bizi sevindirdi. Biz burada qəriblikdə o vaxtları başımız aşağı idi. Çünki başqa 130 millət burada yaşayır. Həmişə bizə deyirlər ki, siz zəifsiz, amma indi başımız diş-dişir ki, biz qələbəyi vurdu, öz torpaqlarımızı işğaldan azad elədik. Bu böyük xoşbəxtlikdir.